Salam əziz tələbələr, bu gün biz sizlərlə növbəti sınaq imtahanının informatika suallarının izahına baxacağıq. Vaxt itirmədən sürətli şəkildə sualların izahına keçid edək. Deməli, ilk sualımızda bizə deyilir qələmimizi aktiv edək burada. Aşağıdakılardan biri MC Office paketinə daxil deyil. Hansı ki, bilirsiniz ki, MC Office paketi yalnız, belə deyim ki, Word, Excel, PowerPoint-dən ibarət deyil. Yəni, hamının Office deyəndə ağlına ilkin olaraq bu proqramlar gəlir. Lakin MC Office paketinin içərisində gördüyünüz kimi Outlook, OneDrive, Visio, OneNote, Teams, sonra Project, SharePoint, Sway və s. ilə axır çoxlu, belə deyim ki, proqram paketləri mövcuddur və başqa bir şəkildə də bunu görə bilərsiniz. Yəni, biz bunu Word dərsini keçəndə də dərsliyimizə qeyd etmişik hansılar var. Həmçinin proqram təminatı dərsində də Office paketinə daxil olan proqramların adını qeyd etmişik. Biz indi burada baxsaq testimizə, InfoPass bizdə Office paketinin içərisində var, Visio var, Outlook var, Project də var. COBOL, hansı ki, MC Office paketinə daxil deyil ki, COBOL proqramlaşdırma deyilir, yüksək səviyyəli proqramlaşdırma dillərinə aid edilir. Davam edək. İkinci sual. Müxtəlif qurğular, skaner, mouse və klaviatura qoşulan yuvalar necə adlanır? Ümumiyyətlə, kompüterə kənardan qoşa biləcəyiniz, yəni söhbət xarici qurğular, çevrəsəl qurğular və ya digər adı ilə desək, periferiya qurğularını qoşmaq üçün sizə lazım olan, belə deyim ki, yuvalara biz deyirik portlar, yəni port. Bəzən tələbələr burada səhv salıb slot cavabını qeyd edirlər. Yadınızda saxlayın ki, slot ana plata üzərində, hansı ki, baxın, tutalım ki, ana plataya diqqət eləyək. Ana plato üzərində olan yuvalardır ki, mən üçün və ya bu şəklə baxaq. Tutalım ki, bu ağ yuvalardır, göy rəngdə yuvalardır, sarı rəngdə, yaşıl rəngdə və buradakı sarı rəngdə olan. Biz bunlara ana plata üzərindəki yuvalara slot deyilir. Lakin ana platanın, yəni belə deyim ki, kompüteri xarici qurğularla əlaqələndirən o yuvalar isə portlar adlanır. Gəlin portları yaxından da görək. Məsəl üçün, kompüterin bu arxa hissəsində yer alan hissələrdən söhbət gedir, portlar və tutalım ki, burada fərqli formada da belə görə bilərsiniz. Davam edək. Üçüncü sual elektron hesablama maşınlarının nəsillərə aid olan bir sualdır. Verilmiş mətn parçasında kompüterlərin hansı nəslindən danışılır? Qurğuların paralel işləməsi prinsipi daha da təkmilləşdirilib, nəticədə asinxron dəyişdirilə bilən quruluşdan istifadə edilməyə başlayıb və multi-proqram rejimi. Danışılanlar hamısı EHM-in 3-cü nəslinə aid olan xüsusiyyətlərdir. Davam edirik. Dördüncü sual kompüter qrafikası bölməsinə aid olan bir sualdır və müxtəlif növ informasiyaların kodlaşdırılması bölməsinə də buna aid etmək olar. Qrafik informasiyanın kodlaşdırılması dərsi. Həcmi 12 MB olan video informasiya 8 kadr sürətinə malikdir. 16 saniyəlik bu video faylın 16 rəng çalarından ibarət olduğunu bilərək ekranın hansı rejimdə ola biləcəyini müəyyən edin. Gəlin baxaq, maraqlı sualdır. Lövhəmizi aktiv edək bir dəqiqə. Deməli, həcmi 12 MB olan video, deməli, və ümumiyyətlə video faylın həcmini biz necə tapırıq? Video faylın həcmi bərabərdir kadr sayı vurulsun kadrın həcmi, yəni bir kadrın həcmi, belə deyim, bir kadrın həcmi. Ki, həcm bizə verilib, yəni V bizə verilib, bu 12 MB-dir. Kadr sayını tapmaq üçün biz istifadə edirik. Bizə verilən videonun sürəti, yəni V-si, kiçik V, gəlin bunu biraz daha sürətin V-si olsun. Bir də zaman, yəni T-dən istifadə edə bilərik. Bunların hasilini tapsaq, yəni zamanı sürətə vursaq, kadr sayını tapa bilərik. Kadrın həcmini tapmaq üçün isə bizə nələr lazımdır? Kadrın həcmini tapmaq üçün bizə lazımdır piksel sayı. Bir də bizə lazımdır rəng tərtibi. İndi baxaq, əlimizdə olanlar sürətdir, zamandır, piksel yoxdur. Pikseli zaten bizdən istəyir sualda. Bir də rəng tərtibi var. Deməli, onda yaza bilərəm 12. Mən megabaytı burada bitə çevirirəm. Səbəb ondan ibarət ki, rəng tərtibi bilirsiniz ki, rəng çalarlarından alınan bir parametrdir. Çaları. Ki, bizdə
mətndə 16 rəngçaları verilib. Bu 2 üstü 4 deməkdir ki, burada rəng tərtibimiz 4 bitdir. Bu səbəbdən sol tərəfdə də həcmi mən bitə çevirdim. Kadr sayı olacaq 8, vuraq 16, vurulsun deməli x piksellərin sayını bilmirik, bir də vurulsun 4 bit. Bu tənliyi həll etsək, deməli 12 vuraq 2 üstü 23, aşağıda 2 qüvvətləri şəklində yazaq. 2 üstü 2-nin kubu, 2 üstü 4, 2-nin kvadratı. Deməli 5, 9, bunlar getdi, deməli ixtisar qaldı burada 2 üstü 14. 3 vuraq 2-nin kvadratı, vurulsun 2 üstü 14. Nəticədə biz piksel sayını 3 vur 2 üstü 16 aldıq. Lakin gördüyünüz kimi cavablar, belə deyim ki, ümumi təsvirin, belə deyim ki, kadrın ölçülərini verib. Yəni hündürlüyünü, eni vurulma formasında verib. Yəni biz baxmalıyıq ki, bu cavablardan hansını sadələşdirəndə cavab 3 vur 2 üstü 16 alınır. Gəlin baxaq. Bu cavab da səhv etmirəmsə D variantı olacaq. İndi gəlin baxaq. 384-ün 512-yə rejimi sadələşdirək. 384-ü yazaram 3 vur 2 üstü 7. Bu da vurulsun 2 üstü 9. Yəni nəticədə gördüyünüz kimi 3 vur 2 üstü 16 cavabını ala bilirik. Deməli, rejimimiz 384-ün 512 imiş. Daha sonra informatika elminin predmeti nədir? Çox sadə bir sualdır. Biz bilirik ki, informatika elminin əsas predmeti informasiyadır. Çünki informasiya proseslərini öyrənən elmdir deyiriksə, deməli əsas proses predmet də informasiyadır. 6-cı sual sadə bir sualdır. Deyir 1 gigabaytın 2də 1 hissəsində neçə kilobayt informasiya var? Gəlin cədvəlimizi yada salaq. Deməli bit, bayt, kilobayt, megabayt, gigabaytda deyirsək kifayətdir. Ki, bilirik ki, bitdən bayta keçid 2 üstü 3, digərlər arasında keçid isə 2 üstü 10-dur. Gigabaytın 2də 1 hissəsi. Deməli, gigabaytdan kilobayta keçid gördüyünüz kimi 2 üstü 10, 2 üstü 10, yəni 2 üstü 20 qədərdir. Deməli, 2 üstü 20, yəni 1 gigabayt, belə deyək ki, 2 üstü 20 kilobayta bərabərdirsə, onda gigabaytın 2də 1-i, 2də 1-i nəyə bərabər olacaq? 2 üstü 20 vurulsun 2də 1-ə, bu da eləyəcək 2 üstü 19 kilobayt. Doğru cavabımız olur A variantı. 7-ci sual. Bu kəmiyyət vasitəsilə monitorda yerləşəcək nöqtələrin sayı təyin edilir. Aydındır ki, bu nöqtələrin sayı nə qədər çox olarsa, o zaman təsvir daha yaxşı keyfiyyətə malik olacaq. Söhbət hansı kəmiyyətdən gedir? Təbii ki, monitorun seyrəklik qabiliyyətindən. Yəni, söhbət resolution deyə bilərik və ya buna display resolution deyirik və ya türk dilində də və bizdə də çözünürlük deyilir buna. Hansı ki, ekranınızın, baxın, display settingsə daxil olsaq, söhbət buradan gedir, display resolutiondan. Həmin bu, ekran pikselinin qiyməti deyəndə söhbət bundan gedir. Daha doğrusu, əslafla, monitorun seyrəklik qabiliyyəti deyəndə, yəni həmin sahəni nəzərdə tutur. Davam edək. Əsası P olan say sistemində istənilən ədədi təsvir etmək üçün hansı sayda simvollardan istifadə olunur? Tutalım ki, məsəl üçün, gəlin P-ni götürək 8. P-ni 8 götürsək, biz orada hər hansı bir ədədi təsvir etmək üçün, ümumiyyətlə, yəni sual bundan ibarət ki, əsası P olan say sistemində neçə dənə simvol var? Elə P sayda. Niyə? Çünki 8-lik say sisteminin simvolları 0, 1, 2, 3, 4, 5, 6, 7-dir ki, saysaq, görəkdir ki, biz əsası P olan say sistemində hər hansı bir ədədi təsvir etmək üçün P-1 sayda simvoldan istifadə etmiş, əslafla, P sayda simvoldan istifadə etmiş oluruq. Sonra davam edirik 9-cu sualla. Styles lent qrupu hansı lent tabında yerləşir? Söhbət Word-dən gedir. Aydın məsələ ki, Styles harada yerləşir? Home tabında yerləşir. Doğru cavabımız olur D variantı. 10-cu sual. Budaqlanan algoritmik strukturlar haqqında deyilənlərdən biri yanlışdır. Budaqlanan struktur tam və natamam olmaqla iki yerə ayrılır, doğrudur. Budaqlanan algoritmdə şərtdən asılı olaraq algoritmin icrası iki budaqdan yalnız birində davam edə bilər. Bəli, biz bilirik ki, budaqlanma zamanı hə və yox qolları ortalığa çıxır ki, biz yalnız ya yox istiqamətdə, ya da hə istiqamətdə davam edib hesablama apara bilərik. Bu da doğrudur. Tam formalı budaqlanmada hər iki budaqda eyni zamanda əməliyyat aparılırsa,
aparılırsa, natamam formalı budaqlamada yalnız şərtin ödənəcəyi budaqda alqoritmin icrası davam etdirilir. Tam formalı budaqlanmada hər iki budaqda xeyr. Tam formalı budaqlamada bəli, hər iki qolda əməliyyat var. Lakin eyni zamanda yalnız birində əməliyyat apara bilərik. Yəni hə yolunda da, tutam ki, hə qolunda da əməliyyat var, yox qolunda da əməliyyat var. Amma biz onlardan yalnız birində əməliyyat apara bilərik. Yəni eyni zamanda ikisində də əməliyyat olmaz. Elə yanlış variantımız C variantıdır. Budaqlanan alqoritmdə ən azı bir dənə məntiqi blok, yəni romb istifadə olunur. Doğrudur. 3 ədədin maksimum tapılması budaqlanan strukturlu dövrü alqoritmə misal ola bilər. Burada budaqlanan strukturlu, yəni ön şərtli, son şərtli kimi yəqin ki, nəzərdə tutulub. Burada yazmışıq. Budaqlanan strukturlu dövrü alqoritmə. Bəli, deyə bilərik. 11. Onluq sayı sistemində deməli verilmiş 256-nın kvadratı ifadəsinin qiymətini 16-lıq sayı sistemində ifadəsində alınan ədədin rəqəmləri cəmini tapın. Gəlin birinci 256-nın kvadratı. Biz bunu onluq sayı sistemindən 16-lığa keçirək. Əvvəla gəlin 256-nın kvadratını yazaq. 16-nın kvadratının kvadratı. Bu bizə imkan verər ki, biz yazaq bunu 16 üstü 4 onluq sayı sistemində. Və artıq bilirik ki, bunu 16-lıq sayı sistemə keçmək çox asan olacaq. Nəyə görə? Çünki burada 16 üstü 4-dürsə, 4 dənə 16 var. Hər birini 16-ya, yəni çubuqlu lap belə-belə də geçək. Bilirik ki, qalıqlar hamısı 0 alınır. Və deyə bilərik ki, tutalım ki, belə bir qayda yazım. X üstü K ədədi verilibsə onluq say sistemində və biz onu X-lıq say sisteminə keçiriksə, onda qarşıdakı tutalım ki, əmsalın əslində hal-hazırda əmsal 1-dir. Bir dənə 1, arxasında isə K sayda nə əmələ gəlir? X-lıq sayəsində K sayda 0 əmələ gəlir. Ümumilikdə isə nəzərə alsaq, K plus 1 rəqəmli bir ədəd əmələ gəlir. Burada da deməli biz keçiriksə, deməli alınacaq bir dənə 1, 16-nın üstü 4-dür, yəni qüvvəti qədər 0 olacaq burada 16-lıq say sistemində. Deyir ki, alınan ədədin rəqəmləri cəmi. Bunda rəqəmləri cəmi 1, qalanları hamısı 0 deyə rəqəm cəmi olacaq 1. Sonra həcmi 40 GB olan fayl 20% arxivləşdirildi. Bundan sonra faylın həcmi neçə bayt olar ki, 40 GB-ı 20% arxivləşdirmək nə deməkdir? Yəni onun 80%-in tapılması deməkdir və 5də 4-ün də tapılması deyə bilərik. Ümumiyyətlə 20% həcmin azalmağı deməkdir və biz bunu belə də yaza bilərik. 40 çıxılsın, 40-ın 20% kimi də deyə bilərik. Ki, bunu da hesablasaq, alınacaq deməli neçə? 32. 32 GB. Amma bizdən cavabı byte ilə istədiyi üçün deməli byte, əsla bit, byte, kilobyte, megabyte və gigabyte. Deməli 2 üstü 10, 2 üstü 10, 2 üstü 10. Yəni 2 üstü 30 var burada. Onda əmələ gələcək 32-nin özünü də 2 üstü 5 yazaq. Gigabyte-dan da byte-a çevirəndə 2 üstü 30. Beləcə 2 üstü 35. Doğru cavab D variantı. 13-cü sual. Doğru mülahizələri seçin. Mübadilə buferində olan fraqmentlərdən bir neçəsini eyni anda mətnə yerləşdirmək olar. Gəlin buna Word-də baxaq. Söhbət nədən gedir, onu aydınlaşdıraq. Deməli, tutalım ki, mən burada yazıram informatika sözü yazım bir dənə. Clipboard açıram, mübadilə buferini açıram. Buradakı hər şeyi silim. Deməli, hal-hazırda tutalım ki, bunu copy edirəm. Aydın məsələ ki, copy və ya cut etdiyimiz fraqmentlər hər biri clipboard-da əks olunur. Bir neçə dənə də hissəsini mən buradan copy edeyim, atım. Və s. Yəni, bir neçə dənə fraqment görünür, kifayətdir. Nə deyir bizə? Deyir ki, mübadilə buferində olan fraqmentlərdən bir neçəsini, məl üçün tutalım ki, həm manı, həm tikanı, həm də informatikanı mən eyni anda yerləşdirə bilərəm. Belə bir şey belə bir əməliyyat olmayacaq. Nəyə görə? Fikir versəz, clipboardun burada alt hissəsində 2 dənə əmr görürük biz. Paste all və clear all. Bu nə deməli? Deməli, mübadilə buferində olan bütün fraqmentləri eyni anda, məsəl üçün kursoru qoymuşam bura, paste all edə bilərəm, hamısını əlavə etsin
Ondan silək hamısını. Niyə tək informatikanı çıxardır? Dəqiqə. Bəlkə fərqli-fərqli, eyni sözün hissələrini atmışam deyə bəlkə, amma dəxlisi yoxdur, işləməli idi yəni. Yaxşı olsun informatika, nə bilim hardware, nəsə də olsun da, nəsə bir söz olsun. 1, 2, 3, 4, 5 və s. ilə axır. Bunu silək hələlik. Deməli, informatikanı kopya edirəm, hardware-ni kopya edək ora, bunu kopya edək ora, bunu da kopya edək ora. Aha. İndi mənim üçün biz burada paste all vursaq, gördüyünüz kimi mübadilə buferindən nə qədər element görünürsə, onların hamısını bura paste etdi və biz bunun hamısını clear all etsək, hamısını silər. Və ya biz elementlərin burada fraqmentlərini daha doğrusu bu hissəsinə gəldi. Gördüyünüz kimi belə bir kiçik ox göstərir. Bunun üzərinə varanda gördüyünüz kimi paste ya da delete əmri çıxır. Yəni bu o deməkdir ki, biz mübadilə buferindəki fraqmentlər üzərində ya onları tək-tək gördüyünüz kimi daxil edə bilirik. Ya da ki, paste all edib hamısını eyni anda daxil edə bilirik. Yəni, bir neçəsini, birincini, üçüncünü, beşincini seçib daxil etmək anlayışı yoxdur. Bu səbəbdən bir yanlışdır. Variantlardan da çıxa bilərsiniz. Ki, bu bizə vaxt qazandırar ki, doğru cavablardan deməli 100%, 2, 3, 6 var. Sadəcə 4 ilə 5-i dəqiqləşdirmək kifayət olacaq. Nə deyir? Deyir, mübadilə buferində olan bütün fraqmentləri eyni anda silmək olar. Bəli, clear all etmək olar. Elə 4 də doğrudursa, doğru cavabımız olur B. 5-ə də baxaq hər ehtimal. Mübadilə buferində olan fraqmentlərin birini ayrılıqda silmək olmaz. Niyə olmasın ki, biz hər hansı birini seçib silə bilərik. Davam edirik 14-cü sual. Deyir ki, şəkildə Word 2019 mətn prosesorunun fayl menyusundan bir hissə verilmişdir. Oxla göstərilən əmrin klaviatura qısa yolu aşağıdakılardan hansıdır? Yəni, oxla göstərilən hissə bizdə burada open-dır. Bilirsiniz ki, demək olar ki, qısa yolların çoxu İngilis dilində sözlərin baş hərfindən götürülmüş və kontroldan kombinasiyasından ibarət olur. Ki, burada çaşdırmaq üçün bir variant da vermişəm, control open. Ümid edirəm ki, hansısa tələbə onu seçməyəcək. Yəni, kimsə çaşıb seçməz bunu. Yəni, doğru cavabımız burada D variantıdır. Ctrl O. Digərlərinə də istəyirsə baxaq. Ctrl C burada copy-dir. Ctrl P print-dir. Ctrl S də ki save-dir. Davam edirik 15-ci sualla. Deyir ki, fiber optik internetin endirmə download sürəti 90 megabit böl saniyə, yükləmə upload sürəti isə 100 megabit böl saniyədir. 1800 megabayt həcmə malik olan faylı bulut saxlama sistemindən, yəni cloud storage-dən kompüterə köçürmək, aydın məsələ ki, köçürürüksə birinci download eləmişik deməli. Aha, birinci download elədik. Daha sonra isə başqa bir kompüterə göndərdik. Başqa bir kompüterə göndərmişiksə upload eləmiş oluruq. Deməli, onda biz nə edərik? 1800 megabaytı çevirək megabitə, yəni vuracaq 203 megabitə. Deməli, bizim download sürətimiz nə qədər? 90. Bölək birinci 90-a, görək nə qədər, neçə saniyə download eləmişik. Bu deməli verəcək bizə nə? İxtisar getsə qalacaq 20, 20 də 8-də bu eləcək 160 saniyə. Digər tərəfdən daha sonra bu həmin faylı biz yenidən upload edib başqa yerə göndərmişik. Bu zaman da upload sürətimiz 100-dür, ondan istifadə edək. Ki, bunlar da ixtisar getdi. 18-i deməli 8-ə vuranda eləyəcək 144 səhv hesablamıramsa. Bizə nə deyir? Deyir, bu iki prosesə birlikdə neçə saniyə vaxt sərf olundu. Yəni, bunları cəmləsək, eləyəcək 304 saniyə. Doğru cavabımız olacaq C variantı. Davam edək. Məntiq layihəsi üzərində işləyən Qalib Nuriyev boş D diskində aşağıdakı kimi iç-içə qovluqlar, onların içində isə müxtəlif fayllar yaratdı. Deməli, görürük, tutam ki, D, MCG, məntiq materiallar, şəkil, ədəd, tutam ki, .cdr, CorelDRAW fayllardır və s. ilə axır bunlar verib. Deyir ki, CDR uzantılı bütün faylları silindikdə, bütün fayllar silindikdə boş qalacaq qovluğun tam adını göstərin. Gəlin baxaq. Tutalım ki, gəlin baxaq elə CDR-lər hardadır, onlara baxaq. Mən üçün bura baxıram.
Hələ ki məntiq materialları olan hissəyə baxaq. Çünki burada başqa papka da var. Burada məntiq papkası da var, kitab papkası da var, dilim tutmadı. Deməli, bura baxaq, bir də bura baxaq. Başqa varmı CDR məntiqdə olan? Bir də məntiq materialların içində bu da var. Bunu da nəzərə alaq. Materiallar, şəkillər. Amma şəkillər bizə lazım deyil də, biz məntiq materiallara baxırıq hələ ki, ona görə bunu qatmayaq. Yəni bizim baxdığımız hələ ki bunlardır. Məntiq material papkası, məntiq material papkası, məntiq material papkası. Çünki CDR-ləri onların içində görürəm hələ ki. Ona görə ora baxıram. Deməli, gəlin baxaq. Tutalım ki, buradakı CDR faylı sildik. Bunu da sildik. Bunu da sildik. Başqa varmı burada? Kitabdır, bunlar getdi. Burada da məntiq materiallar, şəkillər papkasıdır. Yəni məntiq materialların özüdür. Və salam elə cavabımız olacaq bu. D, MCC, məntiq materiallar. Bizə nə deyir? Deyir ki, CDR uzantılı bütün fayllar silindikdə boş qalacaq qovluğun tamadı. Aydın məsələ ki, biz buradakı CDR faylları siləndə materiallar qovluğu boş qalacaq. Amma indi bir şeyi nəzərə alaq. Bir şeyi nəzərə alaq. Materiallar qovluğu boş qalmır. Niyə boş qalmır? Çünki materiallar qovluğunun içində şəkillər papkası da var. Bizim ümumiyyətlə qovluğun boş qalmağını deyir. Deməli, bu getdi. Onda biz məntiq materiallar anlayışını aradan çıxardıq. Çünki nə baş verdi? Məntiq materiallar hissədə, bəli, CDR faylları sildik. Amma materiallar qovluğunun içində şəkillər qovluğu da var deyə, qovluq var da, yəni nəsə bir şey var orada, obyekt var deyə biz materiallar qovluğunu boş saya bilmərik, yəni boş hesab edə bilmərik. Ona görə bu halı çıxaq, bunları çıxaq, deməli bu bizə lazım olmadı. Gəlin baxaq görək başqa harda CDR-lər var. Məsələn, kitab image fiqurlar CDR var. Bir də kitab image sudoku CDR var. Başqa varmı bundan? Digəri kitab fayllardır. Bunlara baxmayaq hələ ki. Onsuz da onlarda olası deyil. Bəli, gördüyünüz kimi kitab image sudokudan buradan silsək, buradan da fiqurları silsək, kitab image qovluğu boş qalacaq. Məssalam. Deməli, doğru cavabımız olur Y variantı. Davam edək. Növbəti sualımız, maskalanmaya aid olan bir sualdır. Deyir, yazmalı suallar part.docx adında aşağıdakı maskalar uyğun deyil. Aşağıdakı maskalardan hansı uyğun deyil? Gəlin baxaq, görək uzantı ilə cavabı tapa bilirikmi? Burada ödənir uzantı, problem yoxdur. Burada da ödənir. Burada da ödənir. Bilirik ki, ulduz ixtiyari sayda simvol əvəz edir. Sual isə bir simvol əvəz edir. Yəni, burada D ulduz yazıbsa, docx-i əvəz edə bilər. D 3 dənə sual qoyubsa, yəni hər birinə bir sual qoyub əvəz edə bilər. Bu da ola bilər. D variantına baxaq. D variantına gördüyünüz kimi uzantı 3 dənəlidir, amma 3 dənəli deyil, bizdə 4 dənə olmalıdır. Elə yanlış variant budur. Həmçinin yazmalı sözün qabağına bura sual qoyub ki, sualın bilirsiniz ki, boşluğu əvəz etmir. Oradan da tuta bilərik ki, səhvdir. Davam edək 18-dən deyir. Şəkildə təsvir olunan lent qrupu hansı lent tabına aiddir? Links və ya ссылки ruska gedir və ya əlaqələr ki, harada yerləşir? Insert lent tabında yerləşir. Gəlin istəyirsiniz belə də baxaq. Insert links qrupu gördüyünüz kimi burada görünür. Sonra 2 dəqiqəlik 8 saniyəlik səs faylı 16 bitlik səs kartı vasitəsilə kompüterin yaddaşına yazılıb, diskretləşdirmə tezliyi budur. Həcmini kilobaytla tapaq deyir, tapaq da. Deməli, 2 dəqiqə 8, biz bilirik ki, səsin həcmi V səs yazaram bura. Səsin həcmi bərabərdir onun uzunluğu vurulsun onun keyfiyyətinə. Uzunluğu 2 dəqiqə 8 saniyəni saniyə ilə ifadə edəcək. Bu eləyir, deməli, 128 saniyə. Düzdürmü? 2 dəqiqə 60, 128 saniyə. Keyfiyyəti nə qədərdir? Vur 16 bit. Vurulsun 32 kHz, yəni 32.000 Hz deməkdir ki, Hz-in də yerinə 1 böl saniyə yazada bilərik. Nəhayət, sonda bunu deyir, nəyə çevir? Kilobayta çevir, böl 2 üstü 13. Sadələşdirək, 2 üstü 7, 2 üstü 4, 32-ni də yazma olar, 2 üstü 5. Görək, bu ilə həll olacaq mı söhbət? Olacaq, vur 1000.
2 üstü 13. Deməli, 7, 4, 11, 11-in də üstünə 5 gələndə 16. Bunlar ixtisar gələndə qalır burada 2-nin kubu. 8-i də 1000-ə vuranda doğru cavabımız eləyəcək 8000 kilobayt Y variantı. Sonra davam edək 20-ci sualla. Nə deyir burada? Deyir ki, alqoritm fraqmentinin yerinə yetirilməsindən sonra ən böyük qiymətə malik olan dəyişəni müəyyən edin. Deməli, baxaq, birincidə A C-dən böyükdürmü? 3 5-dən böyük deyil, onda əks haldıya baxacağıq. Onda belə çıxır ki, 2 vurulsun A, 2 vur 3, 6, üstünə 5 gəldi. D-nin qiyməti elədi 11. Davam etsə, D A-dan böyükdürmü? Yəni 11 3-dən böyükdürmü? Bəli. Onda B-ni hesablayacaq, yəni buranı hesablayacaq. Bu verəcək bizə, buradan yazdım, B bura 2 vur D, 22 çıxılsın 10. Yox, əslafla 15, B eləyəcək 7. 5-də nədir? B böyükdürmü C-dən? 7-dir, 7 5-dən böyükdür, onda Y də bərabər olacaq. Deməli, 7 çıxılsın C, yəni 5, bu da elədi 2. Nəticə etibarilə A bizdə hələ də 3-dür, C bizdə hələ də 5-dir, Y bizdə 2-dir, B bizdə 7-dir, D hərfi isə, D dəyişəni isə bizdə 11-dir. Belə çıxır ki, deməli, ən böyük qiymətə malik D dəyişənidir ki, doğru cavabımız da elə D, D. Belə deyək. Açıq tipli test tapşırıqlarına baxaq. Deməli, nə deyir? Aski əlifbasındakı sonuncu simvolun onluq kodunun ikilik say sistemində ifadəsi nəticədədir 1 simvolu iştirak edir. Aydın məsələ ki, ASCII simvolu 256 simvol əlifbadır ki, bilirik ki, orada simvolların kodları 0-dan başlayır, 255-də dayanır. Bu deməkdir ki, sonuncu simvolun kodu, onluq kodu nə qədərdir? 255-dir. Deməli, biz bunu ikilik say sisteminə çevirəsi olsaq, ya çubuqlu bölmə, ya da qüvvətlər üsulundan istifadə edə bilərsiniz. 255-in içində deməli 64, belə niyə yazıram, 2 qüvvət kimi yazaq da. Ən yaxın qüvvət biz buna götürə bilərik 2 üstü 7-ni ki, 128 çıxsaq, qalacaq burada 127. Buna ən yaxın 64-ü götürsək 2 üstü 6, 64-ü çıxsaq qalacaq 63, ona ən yaxın olacaq 32. Belə baxanda bütün qüvvətlər olacaq da, çünki bu tək ədəddir deyə hamısı var. 2 üstü 5, 2 üstü 4, 2-nin kubu, 2-nin kvadratı, 2 üstü 0. Deməli, nə qalacaq burada? 1, 1, 1, 1, 1, 1, 1. Neçə eləyir? 7 dənə 1 əmələ gələcək. Vəssalam. Sonra davam edək 22-ci sualla. Deyir ki, Seyvəz dialoq pəncərəsindən sənədlə bağlı hansı əməliyyatları icra etmək olar? Səhv etmirəmsə 2023 ya da 2024-cü ilin qəbul imtahanında salınmış, imtahan sualı da açıq formada salınmışdı elə. Deməli, gəlin baxaq, Word-ün Seyvəzinə daxil olun. Qarşılıqlı baxa-baxa dəqiq görək hər şeyi. Kiçirdim pəncərəni. Deməli, nə deyir? Məl üçün, eyni zamanda 3 fərqli yaddaş qurusuna saxlama olar. Aydın məsələdir ki, eyni zamanda 3 fərqli yerə nəyisə save etmək olmur. Yəni, biz bunu həm burada desktopa ataq, həm eyni anda C-yə ataq, həm də D-yə ataq. Mümkün deyil. Çünki fikir verirsə, hansını seçirəmsə, həmin, belə deyim ki, qovluğun tərkibini görürəm, yalnız ora save etmək olar. Deməli, bir yanlış. Bizə etmək olar soruşur. Elektron poçta göndərmək aidiyyatı yoxdur. Sənədə parola mühafizə etmək bəli var. Bu Tools bölümündə General Options-a girsəz, burada Password to Open və Protect Document bölməsi var. 3 doğrudur. Eyni zamanda 2 fərqli formatda saxlamaq, aydın məsələ ki, ümumiyyətlə saxlamaq olar 2 dənə fərqli tipdə, amma eyni zamanda olmayacaq da. Yəni, eyni zamanda yalnız bir dənə tip verə bilərik fayla. 4 səhv. Başqa adla yadda saxlamaq aydın məsələ ki, adını dəyişə bilərik. Başqa yaddaş qurğusunda, təbii ki, tutalım ki, burada bir flash memory, yəni flash disk olsa, ora ata bilərik, olar. Və sənədi PDF formatında saxlamaq, bəli, buradan tiplərdən PDF-i seçib saxlaya bilərik, 7 də doğru. Doğru cavabımız oldu 3, 4, 5, 7. Sonra davam edirik, növbəti verilən şəklə əsasən deyir, kompüterin xarici yaddaşında dolu sahənin həcmini tapın. Bu şəklə əsasən 416 və 536 C və D diskinin həcmidir. Ümumi həcmlərdir. Qaldı ki,
125 GB free yazıb, burada da 334 GB free yazıb. Bu isə həmin disklərdə olan boş sahədir. Amma bizdən dolu sahənin həcmini istəyir. Bu səbəbdən biz nə edirik? Biz ümumi həcmdən, mən niyə belə bölmə təzə yazdım? 416-dan çıxaram 125-i, C-nin dolu hissəsini taparam. Üstünə gələrəm, 536-dan 334-ü çıxıb, bunun da dolu sahə. Bu ikisinin dolu sahəsi birlikdə bizə nəyi verəcək? Tutalım ki, hard diskdir ya da indi SSD-dirsə, nədirsə, yəni xarici yaddaşın nədirsə indi tipi, onun ümumi dolu hissəsinin həcmini verəcək. Bu da eləyəcək 493. 24 deyir, cəmini hesablayan alqoritmdə təkrarlanmaların sayı nə qədər olacaq? Bilirsiniz ki, burada təkrarlanmaların sayını tapmaq üçün sadəcə burada olan IJK-nın dəyişmə intervallarına baxmaq kifayətdir ki, I görürük burada dəyişir 1-5 parçasında, J dəyişir burada 1-8 parçasında və K isə dəyişir 1-6 parçasında. Burada 5 dənə dövr var, burada 8 dövr var, burada da 6 dövr var. Və iç-içə dövrlər olduğu üçün mürəkkəb dövr sayılır bu. Onda ümumi dövrlərin sayı onların hasili olacaq ki, 5 vur 6, 30, 30-u da 8-ə vuranda eləyəcək 240 dənə təkrarlanma və 240 dənə dövr. 25-ci sual. Uyğunluğu müəyyən edin. Proqramın yüklənməsi, endirilməsi, quraşdırılması. Baxaq, proqramın əməli yaddaşdan emal üçün prosesora köçürülməsidir, aidiyyatı yoxdur. Proqramın SSD və ya hard disk, yəni xarici yaddaş qurğularından kompüterin əməli yaddaşa köçürülməsi, bu nədir? Loading prosesi, yəni yüklənmədir. Deməli, 1-ə uyğundur B. C. Proqramın internetə istifadəçi tərəfindən köçürülməsidir. Yəni, qısaca, proqram olmasın, laf fayl olsun. Biz tərəfindən internetə atılan nə varsa, bu upload prosesidir, yüklənmə prosesidir, amma bura aid deyil. Sonra proqramın kənar yaddaş qurğularından məlumat daşıyıcılarına kompüterin sərt diskinə köçürməsi, hansı ki, quraşdırılmadan danışır. Bir də proqramın internetdən kompüterin sərt diskinə, yəni internetdən götürdüyümüz nə varsa zaten bilirik ki, endirilmədir. Bu da oldu Y. Deməli, 1B, 2Y, 3D formasında olacaq cavabımız. Belə, əziz tələbələr, növbəti sınağın izahında görüşənədək hər birinizə magistratura hazırlığında uğurlar arzulayıram.